Astrobürç TV'ye hoş gelmişsiniz. Ulduzlar bugün sizin için ne hazırlayıp? Videonu beğenmeyi ve kanala abone olmayı unutmayın. Çünkü talih indi danışır. Terazi. Bugün emosional baxımdan daha yumuşaq bir başlanğıc gətirir. Yuxudan oyananda xəyalpərəst hiss edə bilərsən ya da hisslərin nələr dediyini tam başa düşməyə bilərsən. Gün irəlilədikcə ruhun stabil olur. Sakit mühitlərə və mehriban əlaqələrə daha çox meyl edirsən. Dəstək verən münasibətlərə doğru bir cəlb hiss edəcəksən. İçindəki gücü daha çox hiss edəcəksən. Hisslərini aydın görməyə kömək edən bir şey var. Günün ortası aktiv və dinamik olacaq. Mənalı bir şeylər etmək üçün motivasiya hiss edə bilərsən. Amma emosiyalarının bəzən həyatdan daha böyük hiss olunduğu anlara diqqət et. Çünki bəzi vəziyyətlər təsirli görünə bilər. Axşam isə rahatlıq, şirinlik və emosional dəstək axtaracaqsan. Sevgi və münasibətlər. İlk emosiyalar bulanıq hiss oluna bilər. Başlanğıcda qeyri-müəyyən hisslərə rast gələ bilərsən. Amma gün irəlilədikcə ürəyin sakitlik, səmimiyyət və əlaqə istəyəcək. Əgər tək isən, yumşaq, amma güclü bir sinəcək oluna bilərsən. Hava güclü bir cəlb enerjisi ilə doludur. Əgər münasibətdə olsan, söhbətlər dərinə gedə bilər. Anlayış gətirə bilər. Xüsusilə də səbirli və mehriban olsan. Gün həm də arzu və həyəcan gətirən alovlu emosional dalğa daşıyır. Hisslər sürətlə yüksələ bilər. Amma günün sonuna yaxın gözləntilər böyüyə bilər. Kiçik məsələlər böyüdülmüş kimi görünə bilər. Axşam, mehribanlıq və sevgi adi günlərdən daha şirin hiss olunar. Ürəyin yaxınlıq və dəstək istəyəcək. Karyera və iş. Günə biraz diqqətsiz başlayacaqsan, amma yumşaq bir temp kömək edəcək. Aydan dəyişdikcə enerjin əməkdaşlığa, daha hamar qarşılıqlı əlaqələrə yönələcək. Hamının eşidildiyi bir mühit yaranacaq. Emosional gücün dəstəyi ilə daha dərin düşüncələri və vacib danışıqları qorxu olmadan idarə edə biləcəksən. Günəş Marsla birləşərək sənin iradəni artırır. Buna görə də yeni bir şeyə başlamağa, fikrini bildirməyə ya da irəlləməyə cəsarət tapacaqsan. Pul enerjisi artmış hiss oluna bilər. Buna görə xərcləmələrə diqqət et. Çünki həvəs ortaya çıxa bilər. Hətta həyəcanlı olsa belə, qərarları tələsik verməməyə çalış. Axşama yaxın daha çox rahatlıq istəyəcəksən. Həm maliyyə, həm də iş seçimlərində. Şans və bəxt. Bugün emosional intuisiyan güclü hiss olunur. Hətta əvvəlcə qarışıq olsa belə. Gün irəlilədikcə vəziyyətlər sənin xeyrinə yumşaq şəkildə açıla bilər. Dəstək verən anlar gözlənilmədən ortaya çıxa bilər. Enerji gün ortada cəsarətli olur. Sənə müsbət addımlar atmaq üçün güc verir. Emosional irəliləyişlər də ola bilər ki, bu da sənin güclənməyinə gətirib çıxarar. Sonradan güclü arzular çox iş görməyə səbəb ola bilər. Buna görə də yerində durmamaq şansı artırır. Günün sonunda müsbət anların şansı mehribanlıq, əlaqə və ürəkdən olan təcrübələrdə artır.